Meydan sahibi Baku Sporting isə bu heyətlə meydana çıxıb qapını Cəfər Əlizadə qoruyur. 44 nömrə kapitan Samir İbrahimov. Hakimin fiti ilə maç başladı. Baku Sporting Zaqatala maçında maraqlı, gözəl, məhsuldar bir oyun izləyək, bunu istəyirik. Cərmə meydançasında 6 komanda yoldaşı var. Pablo topu havalandırdı. Başla zərbə, Abdurrəşid. Asma edir qapı önünə. Baş zərbəsi tamamilə boş qalmışdı. 100%'li epizod. Pablo Enrique Alves. Ötürmə İlşad istiqamətinə. Son toxunuş. Rubin Seyidov fərqlənə bilərdi. Cəyə Muxtarlı. Qapıya zərbə, top qapının üstündən keçdi. İşarə gəldi. Pablo Enrique Alves. Bu dəfə yerlə ötürdü. Qapıya zərbə. İbrahim Məmmədov. Elşad Ağayev. Qapıya zərbə. Qapıcı son anda Cəfər Əlizadə xilas etdi. Xəlil topu ondan aldı. Xəlil Bəşirov. Qapı önünə ötürüb Elşad Ağayev. Pablo Enrique. Cərmə meydançası asma. Elşadın baş zərbəsi top qapının üzərindən keçdi. Samuel John ona mane olmağa çalışır. Habibu cərmə meydançasındadır. Habibu 2 nəfəri keçdi. Habibunun zərbəsi Cəfər Əlizadə. Top itkisi Ceyhun Muxtarlı. Ceyhunun qapıya zərbəsi yaxşı alınmadı. Ceyhun Muxtarlı yoxladı qapını. Mərkəzə Samuel John. Samuel'in zərbəsi bloklandı. Xəlil Bəşirov. Qol vəsət. Xəlilin zərbəsi. Qapçı Ceyhun Muxtarlı. Gol! Ceyhun Muxtarlı. Baku Sporting axır ki istədiyi qolu vurur. Ceyhun Muxtarlı ilə. Müdafiəçilər mane olmaq istədilər. Qapçı qaytardı ancaq Ceyhun Muxtarlı toru silkəliyir. Ceyhun Muxtarlı Pablo topu götürür. Pablo Enrique. Pablo'nun zərbəsi qapıdan azacıq aralı keçdi. Pablo Enrique Alves. Nuriyevi keçdi. Pablo Enrique. Ara ötürməsi. Qol vəziyyəti. İlkin Muradov. İlkin Muradov. İkinci gol. Baku Sporting fərqi artırdı. Əla təşkil olunan sürətli hücum. Müdafiədən hücuma bir göz qırpımında keçdilər. Pablo Enrique Alves. Rüstəm Nuriyev Ustalarla keçdi. Graçmeister şahmatçı pauzası verdi və əla ara pası. Topu Xəyyama qaytardı. Xəyyam qapçı əl çıxıb. Xəyyam ötürmə edir. Samuel John'un zərbəsi tamamladı. Xəlil Bəşirov. Xəlil Bəşirov Baku Sporting'in 3-cü qolu. Bu artıq qələbədir. Baku Sporting 3-cü dəfə Zaqatalanı məyus etdi. Zaqatala futbolçular çaşqınlığı içindədirlər. Cəfər Əlizadə də irəli çıxıb komanda yoldaşlarını təbrik eləyir qapçı. Elşad Ağayev. Elşad. Elşadın zərbəsi Murad topu tutdu. Məmməd topu tutdu. Məmməd Muradov. Elşanın ötürməsi Xəlil istiqamətində 2-yə 1 qalıblar. Xəlil. Xəlilin zərbəsi Xəyyam ötürmək istəyirdi. Əla ötürmə Xəyyam istiqamətinə. Xəyyam 4-cü qola gedir Baku Sporting. Xəyyam Məmmədli. Xəyyamın zərbəsi. Elşan Abdullayev Rəhmandan aralandı. Elşan Abdullayev. Elşanın zərbəsi. Məmməd top tutdu və maç bitdi. Baku Sporting Zaqatalanı 3-0 hesabı ilə məğlub edir. Xalını 48'ə çatdırır.